Geç o tarafa. Geç o tarafa kömür. Geç o şuraya. Bunları yerler ver. Gel burada dur. Gel burada dur. Gel. Gel burada dur. Geç buraya. Aferin. Otur orada, gel otur orada. Gel. Gel otur orada. Gel burada otur. Gel burada. Gel burada. Gel burada otur. Zibinde. Gel burada. Otur burada. Düşme. Eşittin. Otur orada zibinde. İndi deyərsiz ki, Sol, niyə elə süpürürsən? Küləkdir çünki. Hərdən külək dayanır, amma hərdən də əsir. Əsən kimi o güllərin yarpaqları uçur gedir, o küncə dolur. Ona görə eləyirəm. Dünənki videoda gördünüz də güləkdir. Elə orada da qoydum. Rexin qabları orada. Ölərəm ay Rex sənə. Yoxdur, hara gedibsə yoxdur. Parkda da yoxdur. O xanımla əlaqə saxlayıram. Mən gedib gəlməsəm də ondan soruşuram. Deyir, yoxdur. O gəzməyi xoşlayır. Bağlaya bilməzdim da mən onu. Özgürlüyün elə belə əlindən alıram. Nə bilim, qıymadım, bağlamadım. Təki canı sağ olsun, gəzsin, tozsun. Belə indi onun qablarını da götürüb yuyub qoyacam. Hədsənsə gəlsə yemək verərik inşallah. Amma inanın hər gün mən yeməyi artıq eləyirəm. Deyirəm, Nərgiz birdən Rex gəlsə, mən evdə olmasam, gecə də gəlsə ona yemək verir. İndi bu gülün yarpaqlarını zaten təmizləyəcəm, solanları. Bunda elə də solanlar yoxdur. Bunu bir dəli şeytan mənə deyir ki, bunu da keçir belə bura. Sonra derim ki, yox, ölərlər, qoy elə dursunlar durduqları yerdə. Bilmirəm, fikirləşirəm. Çirkinliyin pik həddin yaşayır. Qız, o hər halımla barışıq insanım. Sadəcə olaraq yorğuncadan. Nəysə, yorğunluğu qoyduq bir qəşəng şeylərdən danışaq. Deyir, sonra üzün çox ləkəldir. Mən də bilirəm ləkəldir. Amma bu mən gizləmirəm ki, üzümə tonla tanalini vursam,
Ondan sonra filtrlə sizə filtr deyirlər, nə deyirlər? Nəsə qoyurlar da üzlərinə. Vallahi heç başına çıxmır ondan. Əgər onunla video çəksəm, bəzəyib düzüyüb qoyurlar. Amma mən ne deyəmsə eləyəm. Burada mən sizin qabağınıza bəzənib düzənib çıxsam, amma tonaliniza sürtüb çıxsam, ləkələrim görsənməsin. Küçədə mənə görəndə qorxasız, kəs ölsən, nə gündəsin. Nə bilim, mən öz halımdan barışıq bir insanım. Allah mənə belə yaradıb. Şükürlər olsun Rəbbimə. Vallahi hər halımdan razıyam. Çox şükür, min şükür Allahıma. Tək ki canımız sağ olsun. Bu düzdür, süd çayın ləkəsidir. Bu ikisini mən sıxıb belə eləmişəm. Səhər alergiyam qalxmışdı, köpəşiyib qalxmışdım. Və onlardan bu, ondan sonra gözünün altı, hələ bunlar çəkilməyiblər bəziləri. Baxın buralardan. Belə diqqətlə baxanda, bax, qaşımın burasında, bu qaşımın burasında, burnumun burasında, çənəmdə çox yerdə su çiçəyinin hətta deşikləri qalıb belə iri-iri. Neyini? Heç canımız sağ olsun. Qalan hamısı boş şeydir. Bir də qızlar deyir, Sol, bu xalı niyə götüzdürmürsən? Qız, mən ölümə tullamaq istəyirsiniz, heç vaxt mən xalı kəstirmərəm. Böyük danışmıram, amma heç vaxt yəni özüm estetik gözəlliyə görə heç vaxt. Elə hər yerim düzəlib, gözəl olub, qalıb bir dənə bura. Bu da qoy məni çirkin göstərsin. O zaten çirkinəm, çirkin görənlərin gözündə. Belə bir də bunu deyim ki, bəzi qızlarımız deyir ki, siz şamaxlısınız, niyə mamanın şamaxı yəni qəbirstanlığında bastırmamışsınız? Mən mamamın qardaşı cavan rəhmətə gedib, Meysəri kəndində. Mən mamamgil əvvəl Meysəri kəndində də yaşayıblar, sonradan köçüblər saraya. Mamam həmişə deyirdi ki, vəsiyyət edirəm, məni Meysər qəbirstanlığında bastırın. Həmişə o söz deyirdi. Hətta Seyidxana da dəfələrlə deyib ki, məni Meysəri qəbirstanlığında bastırın. Valla bu nə qədər doğrudur, nə qədər yalandır, onu deyə bilmərəm. Biz eşitdiyimizi, bildiyimizi deyirəm. Yəni bizə elə deyiblər, biz də onu, mən də onu sizə çatdırırım. Dedilər ki, Meysərdə nəsə belə o Abqorazad açılıb, ondan sonra nəsə şərab zavodu zad, nəsə kəndə dəyişirlər də. Dedilər ki, oranın qəbirstanlığını köçürdəcəklər. Ona görə də Meysəri, yəni mamamın vəsiyyətini yerinə yetirməməyimiz odur ki, qəbirstanlıq köçəcəksə, yəni o, nə bilim, ağla sığlası bir şey deyil axı. Dəfindən sonra açmaq, təzdən qəbirstanlığı köçürtmək. Həm də bacım razı olmadı, məndən böyük bacım razı olmadı. Dedi ki, biz burada yaşayırıqsa, yəni, biz rahatçılıqla gedib gələ bilməyəcək. Hər deyəndə Şamaxıya gedib gələ bilmirik biz. İndi mənim evim var, mən sərbəst gedib gələ bilərəm. Amma o birisi bacılarım gedib gələ bilmir axı. Burada yaşayırlar. İndi mən haçansa xəyal qururam, Şamaxıya köçəcəyim, gedəcəyim evimə, eşiyimə. Yəni, mən bunu istəyirəm. Amma o birisi bacılarım yaşamayacaq Şamaxıda, ömrü burada yaşayırlar. Ona görə də böyük bacım dedi ki, yox, mən istəyirəm burada. O anamın dəfn olunduğu yerdə, orada dayımın yoldaşıdır. Sonra nənəm babamdır, mamamın atası anasıdır, bacısıdır. Belə, dördüdür. Allah, bir də mamam, Allah heç kimə göstərməsin. Hamımızın dediyim kimi yerimiz oradır, gecə tezi Allah cavanlarımızı qorusun. Böyükdür ora, yəni götürdükləri ərazi, indi götürməyiblər də, çoxdan nənəm, babam rəhmətə getdi, haçandır. O vaxt götürülüb o yer. Nənəm heç yadına gəlmir, heç. Babam lap az, mən 6 yaşım zadım olub da babam rəhmətə gedəndə, nənəm lap tez rəhmətə gedib. Siz inanmarsınız, heç belə, lap zor bəli ilə, bəlkə də şəkilləri olmasa heç xatırlamaram. Belə ki, bir yuxu kimi belə nəsə bir lent var da. Atam da neçə dəfə demişəm, tək oğlan olub. Onlar müharibə vaxtı anası, atası əsirmi düşüb, rəhmətə gediblər, bilinməyib. Atamı əmiləri İrana qaçırdıblar. Biraz böyüyüb, sonra gəlib Şamaxıya. Yəni, atam tək uşaq olub. Nə bacı, nə qardaş, nə 6-7 yaşı olub. Mənə danışdıqları qədər də mən bilmirəm.
Oradan əmiləri onu götürüb çıxardanda. Ondan sonra nə ata görməyib, nə ana görməyib, nə bacı qardaş yoxdur. Nənə baba tərəfdən şans 0. Bir uşağın şansı olsa, valla bir uşaq bu həyata, yəni min şükür, milyon dəfə şükür eləyirəm ailəmə, balalarıma. Amma bir uşaq əgər bu dünyaya şanslı gəlirsə, yetim olmur. Valla. Bütün valideynləri qorusun. Ancaq yetim böyümüşük də. Bəxtim, şansım olsaydı, atalan olub böyüyərdim. Bunları belə qəşəng düzdüm bura. Niyə? Deyirəm, bura qoyuram, mən onu hardan görürəm. Buradan zalın pəncərəsindən görərəm də. Ona görə qoydum ora. Kamarlar üstündə qəşəng su səpdim axşam ki. Kamarlar da qəşəng yığılsınlar bura. Belə tripodumuzu da götürək, çaşqamızı da götürək. Gedək. Kömür də içərdən özünü öldürür. Su tökəcəkdim, niyə onu saldım içəri. Belə, o rafinansa da hamısını yudum da sadəcə olaraq siz üçün çəkmədim. Həyəti bitirdim, keçdim evə. Evimiz təmizdir. Sadəcə olaraq bir dənə pilisos eləyəcəm. Çünki sat darıyırıq, 1-2 dənə düşür. Bu da belə lüt, laminat olduğuna görə. Xalça zad olanda yenə çox bilinmir. Amma belə heç nə olmayanda xalça zad yerdə nöqtə boyda da bir şey olsa gözə çarpır. Deyirlər ki, söyle ancaq dini belə şeylər qoşursan evdə. Muzika zad qulaq asmırsan, qulaq asıram qız, indi göstərəcəm. Son vaxtlar nəyə qulaq asıram. Əsas da həyətdə iş görəndə mütləq onu qoşuram. O mahnı mənə huzur verir. İndi qoşuram qulaq asım. Bəlkə 5500 dəfə qulaq asmışam. Qoşuram amma qısa-qısa, çünki telif yeyə bilərəm ona görə. Orada diyansın 2 dəqiqə. Qız, mən beliyəm, ayla bayla iş görürəm. Siz ardıcıllıq görürsünüz. Gah oturam, muzika qulaq asıram, gah çay içirəm, gah nə bilim, kofe içirəm. Nəysə, indi 2 dəqiqə dedim divanda oturum. Deyirsiniz ki, Soli bacı, yorulmursan, həm iş, həm ev, hər yeri idarə eləməyə çalışırsan. Qızlar, çox yoruluram. Hətta sizin görmədiyiniz işlər də görürəm. Valla, sadəcə olaraq 15-20 dəqiqə gündəlik həyatımı sizinlə bölüşürəm, paylaşıram. Amma Allah sizdən milyon dəfə razı olsun. Mən həmişə demişəm, YouTube mənim ikinci işimdir. Nətər ki, sabahlarım işdə olacam, axşam işdə olmalıyam. Yəni, uşaqlar məni gözləyir, bağçadan götürməliyəm. Bu məsuliyyətdir. YouTube da mənim üçün elə məsuliyyətdir. Həvəsdən düşəndə belə, yorulanda belə, tükənəndə belə deyirəm ki, yoxsulma, sən bu işi ikinci iş kimi davam edirsən. Ona görə də video çəkməsək, yəni video çəkməsəm mənim kanalım getdikcə geri gedəcək. Gəlirim olmayacaq. Ona görə də davam edirik. İşimizə, gücümüzə yorulsaq da Allah bizə güc qüvvət verər inşallah. Bir psixoloq var, deyir ki, Azərbaycan qadınları deyir, işdən evə gələndə deyir, elə hiss olunur ki, şəkil paylaşıb. 2 yox, 10 dənə, yəni arxadan əlləri çıxır da. Həm yemək, həm uşaq, həm ev, həm paltar, həm hamını yəni evdə yerbəyer eləyir. Allah bütün Azərbaycan qadınlarını qorusun. Allah güc qüvvət versin bütün işləyən xanımlarımıza. Məndən ağır işdə işləyənlər də var. Mən də ikinci işimi Allaha şükür evimin içində nə eləyirəmsə sağ olun, var olun. Sizlər də sevirsiniz, izləyirsiniz dəli bacınızı. Dəstək olursunuz. Allah min, milyon dəfə razı olsun. Yəni ikinci işim çöl bayır işidir, evimin içindədir. Valla bayaq heç bu videonu heç başlatmaq istəmirdim. Dedim ki, olmaz, dur ayağa bir dənə sirkələn özünə gəl. Sabaha video yoxdur, videonu çək, iş və gücvə davam elə. Bu sənin işindir. Belə sizlərdən belə güc alıram.
Ona görə də video çəkməyə davam. Allah güc qüvvət verdikcə, əlbəttə ki, sağlamlığımız əl verdikcə inşallah davam eləyərik. Xeyirlisi ilə. Çıxar o sumkanın belindən. Yaxşı pilisosu qoşmamış ataş gəldi. Görün mənə nə gətirib. Ana sənə qurban. Aparım qoyum suya. Anasına gül gətirib. Pilisos işimiz bitdi. Və kömrün fili. Yazıq. Onunla oynayır. Hə, burada nə eləmişim? Burada nə eləmişim qızlar? Bayaqdan quyruğu çıxartmışam. Artıq donu yavaş-yavaş açılıb. Mən belə ayda ildə bir dəfə, gündə yemirəm. Gündə yesəm ölərəm. Ayda ildə bir dəfə quyruq qızartması çox xoşduram. O da belə 100-də bir dəfə olar ki, mən buzxanadan çıxardım, quyruq qızardım yeyim. Yox. İndi yəni həmişə açan ki, ət zat çəkirəm, onda quyruq olanda götürüb onu qəşəng-qəşəng qızardıram. Qəşəng duzlu, istiotlu. Üstünə limon sıxıram. Lavaşın arasına bükürəm, yeyirəm. Əgər yemirsinizsə yeyin, çox-çox ləzzətlidir. Quyruqdan qorxmayın, təbii olan bir şeydən qorxmayın. Qorxmayın, valla. Bizim anam uşaq vaxtı quyruq yağı ilə böyüdüb. Cəmaət hamı teksun zat yeyəndə duru yağ zat istifadə edəndə mamam həmişə quyruq yağından istifadə edirdi. Nəysə, quyruq yağı deyəcəkdim. Quyruğu nazik-nazik, qısok-qısok çox qoymayacam, don açılsın. Qısok-qısok kəsim, özümə 1-2 qısok. Biri izləyicim yazıb ki, tavanın içinə təmizləyici vasitə vurursunuz, ona görə elə olur. Biz bacım, bu alınandan belə olub. Bir hardasa bir müddət işlətdim, sonra belə oldu. Qazanlar belə olmayıb, tava olub. Nəysə, nə deyəcəkdim? Quyruğu belə kəsirik. Sonra quru tavanın içinə elə yığılıb bunu qəşəng. Kebab kimi olur. Üstünə qəşəng duz vurun, istiot vurun. Zövqə görə ədviyyətini özünüz vura bilərsiniz. Bunun hamısını bir dəfə mən yeməyəcəm. Bəlkə Seyidxan dürək istəyir. Ona görə artıq elədim. Baxın, bu da hazır. Çox cızdaq eləmirəm. Cızdaq eləyəndə belə qıpquru olur da. Görün nə qədər yağı çıxdı. Bu yağın hamısını qəşəng süzəcəm. İnşallah bir gün fəsəlli pişirərik. Belə soyuducuda ərinmiş quyruq yağı da var. Onun üstünə tökəcəm. Bir dəfə bunu yeyin, sonra mənə sağ ol deyəsiniz. Valla, bəlkə də aranızda eləyən var. Düzdür, mən elə çox yemirəm. Hər dəqiqə yem yox. Ayda ildə bir dəfə belə beynimə düşəndə hələ belə göyərti ilə üstünə də limon sıxıb lavaşın arasına bükün yeyin. Çox ləzzətlidir. Deməyin ki, quyruqda ürəyimizi vurar. Yox, vurmur. İndi bunun hamısını yesək, əlbəttə ürəyimizi vurur. Amma 1-2 dənəsini büküb yeyin, ləzzətini görün. Həqiqətən çox dadlıdır. Qızlar, videonu çəkdim. Gördüm ki, sizinlə sağollaşmamışam. Montajı da eləmişəm bura qədər. Dedim, qısa da olsa çəkiliş eləyim, sizinlə sağollaşım. Mənə dəstək olan hər kəsə çox sağ ol deyirəm. Minnətdarlığımı bildirirəm. Allah hamınızdan razı olsun. Yaxşı ki varsınız. Allah o gözəl ürəyinizə görə versin hər şeyi. Kanalımda məni izləyən nə qədər xəstə varsa, ətrafında xəstə olanlar varsa, Allah hamısına şəfa versin. Amin inşallah. Evlad istəyən, ev istəyən, ümumiyyətlə ürəyinizdə nə arzu istəyiniz varsa, Allah xeyrisi ilə hamınızı arzu istəyinizə çatdırsın. Amin ya Rəbbim. Mənə bir dənə nə arzuluyursa, Allah onun milyon qatını sizlərə qismət eləsin. Mənim balalarıma nə arzuluyursa, balalarınıza daha çoxun Allah qismət eləsin. Amin Allah. Həmişə dua eləyirəm, deyirəm qonşuma 1000 dənə ver, mənə 1 dənə ver. Hamının gözü, içi özüm qarışıq. Hamımızın gözü öz ocağımızda olsun, öz evimizdə olsun. Amin ya Rəbbim. Allah bizləri mərdim azardan qorusun. Allah bizləri həmişə yaxşı insanlarla qarşılaşdırsın. Amin. Başda gözəl izləyicilərim olmaqla mən də sizin sayənizdə. Belə qızlar, öpürəm hamınızı. Böyük xanımlardan üzr istəyirəm, belə qızlar deyirəm. Və dilim elə örgənib deyə elə deyirəm. Böyüklərimizin əllərindən öpürəm. Yaxşı ki varsınız, mənə qızım deyib müraciət edirsiniz, qızım deyib yorum yazırsınız.
öpürəm sizin hamınızın əllərindən. Allah heç kimin evin böyüksüz eləməsin. Allah heç kimin evin ağsaqqalsız eləməsin. Ağsaqqal olan yer, böyük olan yer ruzulu, bərəkətli, huzurlu olur. Vallahi. Hamınızı öpürəm. Allah sizləri mənə çox görməsin. Allah sizləri var eləsin, gözəl izləyicilərim. Allah qismət eləyərsə, həmişə dediyim kimi sabah görüşərik inşallah.